Əgər sən də həyatının dəyərini hələ anlamamısansa, o zaman Allah sənin üçün belə deyir: kimsə öz ömrünü satın ala bilməz, həyatının haqqını Allaha ödəyə bilməz. Zamanını boş şeylərə xərcləmə. Bax, sənə nə üçün verildiyinə diqqət et. Əzizim, bu dünyada olan hər anın qiyməti çox bahadır. Onu boş və zamansız şeylərə sərf etmə. Çünki heç bir an geri qayıtmır. Bu vaxtı təkrar yaşaya bilməyəcəksən. Zaman sənin qənaət etməli və israf etməməli olduğun təkamüldir. Zaman burada sənə verilən, öyrənmək üçün olan bir müddətdir. Sabah nə olacağı bəlli olmayan, keçmişə geri qayıtmayan bir vaxtda səncə çox ehtiyatlı olmaq lazım deyilmi? Sənə verdiyim bu zaman sənin sədaqətin üçün bir fürsətdir. Çünki unutma, az olanda sadiq qalanı çox üzərinə ağa edəcəyəm. Əgər sən bu dünyada az olan zamanını heç vaxt bitməyəcəkmiş kimi xərcləsən, sən əbədi olanı ala bilməyəcəksən. Əzizim, sənin zamanın çox dəyərlidir. Sənin ömrün baha qiymətə satın alınıb. Öz canının dəyərini heç vaxt ödəyə bilməyəcəksən. Sənə verdiyim vaxtın əvəzi çox baha qiymətə ödənilib. Bütün dünyanın xəzinələri belə o qiymətə tay deyil. Ona görə də əvəzini ödəyə bilməyəcəyin bu ənamın qədrini bil. Mən artıq gəlirəm. Deməli, vaxt az qalıb. Vaxtını nəyə sərf edirsən? Sən də vaxtını səmərəli keçirmək istəyirsənsə, gəl birlikdə dua edək. Ya Rəbbim, mənə verdiyin zamanın dəyərini bilməyi öyrət. Mənə hikmət ver ki, hər anımı sənin iradənə uyğun yaşayım. Qəlbimdə israfı yox et. Diqqətimi əbədiyyətə yönəlt. Zamanı boş və mənasız şeylərə deyil, sənin məhəbbətini paylaşmağa və insanlara xidmətə sərf etməyi öyrət. Amin.